Deməli dostlar, nədən danışmaq istəyirəm? Hər vaxtınız xeyir olsun. Neçə gündür fikirləşdim ki, danışmayım dedim, qoy danışım ki, bəzi dostlarımız rahat olsunlar, tərəddüd içində qalmasınlar. Vallahi mən heç bir sosial şəbəkədən 1 manat da qazanmıram. Yəni bunu deyim əvvəlcədən ki, rahat yatasız. Bəziləri var, görsən ki, paxıllığındanmı, qorxusundanmı, nə bilim, nədənsə bəyənmirlər videolarımı. Görürəm, belə baxış yığır normalni, amma bəyəni yoxdur. Qorxurlar ki, birdən like basarlar, oradan mənə bir 10 dollar, 20 dollar. Hə, Quran haqqı 1 manat da gəlmir. Yəni mən bunu sizə görə eləyirəm. Üzünüz gülsün, təbəssüm olsun. Üzüməni tanıyanlar, dostlar, tanışlar, Allah hamısını canı sağ olsun. Bilirlər ki, mənim ən sevdiyim hobbilərdən biri insan güldürməkdir. Yumor, insanın qəlbində bir sevinç hissi oyatmaqdır. Mənim qazanc yerim də ayrıdır, mənim yaşayışım da fərqlidir. Düz indi ara sıra məsəl üçün olur, müəyyən çəkilişlər olur ki, iştirak edirəm. O da elə çoxsundan vallahi elə, yəni oradan da heç nə almıram da, yəni elə belə hobbi kimi. Allah hamıya kömək olsun, Allah hamının işində uğur nəsib eləsin inşallah. Yəni gəlin paxıl olmayaq. Mən sizin üçün əziyyət çəkirəm. Üzünüzdə təbəssüm yaratmağa çalışıram. Siz də abunə olun, like eləyin, bəyənin ki, motivasiya olsun. Vallahi oradan heç nə qazanmıram mən. Yəni baxıram ha, müəyyən videolar var ki, tərifləyirlər, müəyyən videolar var ki, xoşlarına gəlir. Amma nə bilim, dəstək olmağa qorxurlar ki, birdən mən Range Rover zadalarım. Amma onunla adama Range Rover verilmir vallahi. Yəni mən də sizin kimi sadə adamam. Yəni milyonlarım, sərvətim yoxdur. Elə öz başım, öz ayağım, özümüzə Allahın köməkliyi ilə şükür ki, salamat dolandırırıq. Allah hamının kömək olsun, Allah hamının işində xeyir nəsib eləsin. Əsas xeyirli olmaq deyil, pulun çoxluğu, azlığı, bunlar hamısı gəldi gedər şeydir. Adam var ki, tonla pulu var, xoşbəxtçiliyi yoxdur, xeyri yoxdur, yaşayışı yoxdur. Adam da var ki, 3-5 manatı var, Allah'a şükür, elə qəşəng yaşayır ki, dünyalara dəyər.